Bağlı fikirlərinizi öyrənmək istəyərdik. Çempionatın son oyunuydu. Zaten 3 tur bundan qabaq rəsmiləşmişdi bizim düşməyimiz. Komandanı kökləmək bu dövrdə çox çətindir. Əlindən gəldiyi qədər mübarizə apardılar, amma bu yetərli deyil. Bu çempionatda qalmaq üçün, bu çempionatda oynamaq üçün. Bu barədə bu mənim üçün böyük bir təcrübə oldu. Səhvlərimizi biləcəyik, daha diqqətli olacaq. Ona görə oyun bitdi. Təbrik edirəm Sumqayıt komandasını. Növbəti mövsüm komandanın heyətində dəyişikliklər gözlənilirmi? Legionerlərlə yollar ayrılacaqmı? Yəni bu barədə hələ tam rəhbərdən söhbətimiz olmuyor. Çox güman ki, legionerlərin çoxsu gedəcək. Məncə elə bəlkə də hamısı getdi. Bu barədə dediyim kimi rəhbərliklə danışıb, ən son məlumatları öyrənib, yenidən qayıtmaq üçün əlimizdən nə gəlirsə maksimum eləməyə çalışacaq. Və son olaraq sizin taleyiniz maraqlıdır. Növbəti mövsümdə də Səbail ilə mi davam edəcəksiniz və yaxud digər komandalardan təkliflər olsa dəyərləndirə biləcəksiniz? Bu barədə təkliflər haqqında heç danışmaq istəmərəm. Bu komanda mənə qucaq açıb, yəni əlimdən gəldiyi qədər bunun qarşılığını vermək istəyirəm. İnşallah dediyim kimi rəhbərlik zaten yenidən qayıtmaq niyyətimiz var. İnşallah bu komandadan yenidən qayıtsam bu mənim üçün böyük uğur olacaq. Təşəkkürlər Elvin bəy. Sağ olun.